Şam, söz bir necəsiniz? Hoşunuz olsun. Olun. Siz yaxşı. Mən belə başlayayım birinci ki, aşağıdan yəqin söz bir şey elədin, gözaltı elədin ki, Elcan bəy, yəqin ki, mənə görə vay-vay elədiniz, amma vay-vay eləməyə ehtiyac yoxdur. Bu əzəldən belə olmalıydı, humanist olmalı idik. Biz yapıçılarla da dostluq eləməli idik. Çünki hamımız eyni vətənin vətəndaşlarıyıq. Vurub bir-birimizi öldürməməliydik ki, məsəl üçün, ne üçün söz bir yapıcıdır sənə o ilə danışdı və yaxud da ki, belədir. Bax, mən müxalif olsam da, mən yapıcıları dinləyə biləcək səviyyədəyəm, yəni. Mənim ona ağlım, beynim, şuurum icazə verir. Başa düşürsünüz. Qaldı ki, bugünkü günü bu müxalif partiyalar söhbətinə mən orada biraz yoğunlaşmaq istəyirəm. Belə deyim də, Əli Kərimli məsələsinə, əgər insan hakimiyyətə gəlmək istəsəydi, bunu çox belə ürəkdən istəsəydi, seçkini boykot eləməzdi. Bu birinci məsələ. İnsan ətrafı və onlara pərəstiş edənləri demək olar ki, o seçki ərəfəsində yatızdırdı, sakitləşdirdi. Olmaz. Ona görə də gəlin bugünkü reallıqla razılaşaq əzizlərim mənim. Razılaşaq. Mən yenə deyirəm, mən cənab prezidentin daxili yox, xarici siyasətini çox bəyənirəm. Bayaq siz də deyirdiniz ki, xaricdən gələn qüvvələri, təhlükələri yatızdıra bilir. Əlbəttə ki, yatızdıra bilir. İnsan bunu eləyə bilir. Hansı ki 44 günlük müharibədən sonra siz müxalifət partiyaları, İki Xalq Cəbhəsi olmaqla birlikdə cənab prezidentinizi təbrik etmiş adamlarsınız. İndi nəyin mübahisəsini aparırsınız? İndi kim